istəyir, uğursuz damğası almamaq istəyir. Aha. Çünki onların əslində bu qorxu deyirik. Məsələn üçün imtahana girəndə bir çox videolarda paylaşırıq. Bütün mütəxəssislər də bunu bildirirlər. Valideynlər də hər kəs bunu deyir də, qorxma və s. və çünki imtahandan qorxurlar. Əslində burada imtahandan qorxmurlar. Qorxduğu nədir? Qorxduğu imtahandan sonrakı nəticədən qorxurlar. Özünün zəif nəticəsindən yoxsa cəmaatın uşağının yüksək nəticəsindən? Yox, cəmaatın uşağının bilirsən nə demək istəyirəm? Demək istədim onu ki, o qorxur. Ona görə yox ki, imtahandan keçə bilməyəcək. O qorxur. Ona görə ki, imtahandan keçə bilməsə, valideynləri ona nələr deyər, ətrafındakı insanlar ona nələr deyər və yaxud da nələr deyəri qoydum bir kənara, valideyn bəlkə heç nə deməz. Amma valideyn çox istəyir ki, o qəbul olsun. Amma şagird belə deyək də, qəbul olmadığı üçün valideyn onu danlamayacaq və yaxud da ona pis bir şey deməyəcək. Bəlkə də ona dəstək olacaq. Sadəcə o valideynin qarşısında özünü belə deyək də, pis duruma borclu hesab eləyə bilər, pis duruma düşmüş ola bilər də. Yəni peşmançılıq çəkə bilər. Onlar əslində uğursuz olmamaq istəyirlər də belə deyək də. Maraqlı.